Ben böyüyəndə polis olmaq istəyirəm. Vətənimizin qayğısına qalacağam. Əsəndəzi qoruyacağam. Biz azan sadaları altında gəlmişik. Futbolçu olub Qarabağda oynamaq istəyirsənmi? İnşallah, çox arzumdur. Bura gələndən xəstələnməmişəm. Ayaqlarım da hiss edir ki, ata yurdumdayam. Bura Ağdərə rayonunun Həsənriz kəndidir və biz Cəfərovlar ailəsinin qonağıyıq. Xoş gəldik. Sağ olun, xoş gəldik. Bizim kəndimiz, mən deyirəm ki, bəlkə də Ağdərənin gözü bir kənddir. Mən buradan çıxanda 6 yaşım var idi. O vaxt uşaqlıq xatirələrim, uşaqlıq yol qonşularımızı heç birini indiyənə kimi bir yerdə görməmişdik. İndi şükür Allaha, hamısı qayıdıb, hamımız bir yerdəyik. Həyat davam edir, yaşayırıq, yaşamalıyıq, yaşatmalıyıq, qurmalıyıq, bərpa eləməliyik ki, gələcək nəsillər rahat yaşasın. Bu anlar, bu günlər tarixdir. Necə ki, bizim ordumuz bir tarix yazdı, necə ki, bizim Müzəffər Ali Baş Komandanımız bir tarix yazdı. Eləcə də bura köçən ilk cəmaatlar bu tarixin davamçılarıdır. 90-cı illərdə qarlı, şaxtalı havada çıxmışdı buradan əhali. Mən belə eşitmişəm, təbii ki, televiziyadan da görmüşük. Deməli, bura köçün xüsusi bir mahiyyəti oldu. Niyə xüsusi oldu? Hansı ki, qarlı, şaxtalı havada, meşələrdə, ayağı yalın, ağlaya-ağlaya getmək istəməyən əhali, zorla çıxardılan əhali mart ayında, Ramazan ayının 3-cü günü bura köç elədik biz. Biz azan sadaları altında gəlmişik. Biz gəldiyimiz günü iftar eləmişik. Orucumuzu açmışıq. Bunun özü bir başqa, yəni bu ancaq ilahinin bir qisməti ola bilər də, təsadüf ola bilməz. Çünki bura bizim halal haqqımız idi. Və daha sonra biz gəldik, artıq başladıq axırıncı çərşənbəmizi qeyd eləməyə, Novruz bayramını və hamı Novruz bayramını qeyd eləyirdi, hamının evinə Novruz bayramı qonaq gəlirdi. Bizim kəndimizə cənab prezident qonaq gəldi. Ayxan, sən böyüyəndə kim olmaq istəyirsən? Ben böyüyəndə polis olmaq istəyirəm. Ay maşallah. Niyə polis olmaq istəyirsən? Məhz polis. Vətənimizin qayğısına qalacağam. Sonra əsəndəzi qoruyacağam. Ağdərədə məsələn, balkondan baxanda bütün dağlar, ərazilər görsənir. Adam sevinir ki, şükür Allaha da bu günü görmüşük. Ağdərə rayonunda gəlib yaşayırıq və bütün mənzərə dağ görsənir. Sinif yoldaşlarım da çoxdur, dostlarım da çoxdur və çox qəşəngdir. Sonra çıxırıq, oynayırıq bacımla, qardaşımla. Atam ilk dəfə Kərəmliyə öz tikdiyi evə aprel ayında gəlmişdik, 2025-in aprel ayında. Buradan gedən günündən düz gələn gününə kimi deyil, biz qayıdacağıq. Gəldi, o hissləri sözlə ifadə eləmək, o görüntünü danışmaq mümkün deyil. Evini gördü, evi belə gördü. Bizim kənd elə ki, tam meşə basıqdır. Evi görmək üçün mən gedəndə Dəhrazada aparmışdıq, balta. Evin bünövrəsinə getmək üçün bir 20 metr kosu qırıb, ondan sonra evin bünövrəsini tapmışıq. Valideynlərim hazırda Bərdədə yaşayır. İnşallah indi növbəti köşklərdə yəqin ki, onları da gətirərlər. Bəzi anlar var, bəzi hisslər var. Danışırsan, ifadə eləyə bilmirsən. Sadəcə yaşamaq lazımdır və mən qürur duyuram ki, bu anı mən həyat yoldaşım və övladlarımla birlikdə yaşadım. Azərbaycanın hər qarışı bizim üçündür. Fərqi yoxdur, bura Gəncədir, bura Şuşadır, bura Bakıdır. Hər biri bizim vətənimizdir və sevməli, qorumalıyıq. Amma bu torpaqlar uğrunda bu qədər ki, igidlər, atalar, oğullar, qardaşlar canlarını verdi. Biz burada bu uşaqları elə böyütməliyik ki, bu torpağın hər hissəsini sevsinlər. Biz artıq qayıtmışıq, biz yox. Bura köçən bütün əhali. Köçən bir gündən biz başlamışıq artıq torpağı diriltməyə.
Əkin, biçin, heyvandarlıq olsun, hər bir şeyinə 2 qat artıq məsuliyyətlə yanaşırıq. Əfrəm, xoşuna gəlir Ağdərədə yaşamaq? Həsən üzü bu ev çox superdir. Xoşuna gəlir. Nədə ən xoşuna gələn burada? Burada ən xoşuma gələn havasıdır, suyudur. Yəni bunlar mən orada istiydi, yəni orada aran yeridir də. Bərdə. Bərdə. Bərdəni deyirsən. Çox istiydi. Yəni tərtərlə birlikdə də. Amma burada hava maşallah hava elə bir sərindir. Səhər duranda dağlardakı mənzərə, ayrı duman, hələ duman adama elə mənzərəli gəlir ki, elə bil cənnətdəsən. Kim olacaqsan böyüyəndə? Peşə seçmisən özünə? Hə, futbolçu. Futbol istəyirsən? Hə. Hansı komandanı dəstəkləyirsən Azərbaycan? Qarabağı. Amma mənim üçün ən yaxşı gələn Qarabağdır. Qarabağ. Yəni oyunçularda, qapıçıda, yəni qapıda bilmirəm, hamısı bir-birindən gözəldir qapıçılar, oyunçular da. Gələcəkdə futbolçu olub Qarabağda oynamaq istəyirsənmi? İnşallah, çox arzumdur. Həsənrız kəndi qədim Azərbaycan kəndidir, bilirsiniz. Burada Azərbaycan xalqı əsrlər boyu yaşayıb. Hətta Çar Rusiyası dövründə dərc edilmiş xəritələrdə Həsənrizin adı var. Həsənriz. Bəli. Sonra indi qanunsuz olaraq Dağlıq Qarabağ Muxtar Vilayəti yaranandan sonra burada ermənilər məskunlaşdırıldı. Başqa yerlərdən gətirilərək və bunun adı da dəyişdirildi. İndi adını da bərpa elədik. Tarixi ədaləti də bərpa elədik. Ədalət də bərpa olundu. Azərbaycan xalqı da bura qayıdıb.